Salam değerli izleyiciler, değerli futbol severler. Bugün möhtəşəm xəbərlər var, möhtəşəm transfer xəbərləri var. Qarabağ komandasından rəsmi açıqlama var Kadi Borges'lə bağlı. Bunu da sizin nəzərinizə təbii ki çatdıracağıq. Bundan əlavə Qarabağın Avropadakı növbəti 2 rəqibi bəlli olub və həmin oyunların tarixləri barəsində sizlərə məlumat verəcəm. Qarabağ Avropaya yola düşür. Değerli dostlar, digər tərəfdən Neftçi komandası Barcelona məktəbinin yetirməsini transfer etməyə yaxındır. Bu barədə də məlumatınız olacaq. Eyni zamanda Avrokuboklarda bizi təmsil edən digər komandalarımızdan da sizlərə bəzi məlumatları verəcəyik və Avro 2024-dən təbii ki maraqlı məlumatı sizin nəzərinizə çatdıracağıq. Türkiyə komandası, Türkiyə millisi həll edici matça çıxacaq bugün və bütün bu xəbərləri bir qədər sonra eşidəcəksiniz bizdən. Təbii ki kanala abunə olub bildirişləri açıq tutsanız və videonu bəyənib bizə dəstək olsanız. Eyni zamanda şərhlər bölümündə öz fikirlərinizi yaza bilərsiniz. Mən isə məlumatlara keçid alım. İndi isə xəbərlərin geniş təfsilatına keçid alaq. Dəyərli dostlar, möhtəşəm transfer xəbərləri və Qarabağın rəqibləri barəsində danışmazdan öncə Avro 2024-dən maraqlı xəbəri sizin nəzərinizə çatdıraq. Belə ki, qardaş Türkiyənin milli komandası bugün Avstriya milli komandası ilə qarşılaşır. Oyunun nəticəsi şərhlər bölümündə qeyd olunacaq. Çünki video çəkilən zaman hələ oyun yekunlaşmamışdı. Dəyərli dostlar, siz də öz fikirlərinizi şərhlər bölümündə bu barədə yaza bilərsiniz. Sizcə hansı komanda qalib gələcək? Son yoldaşlıq görüşündə Türkiyə Avstriyaya 6-1 hesabı ilə məğlub olub. Yəqin ki, bugün həmin oyunun qisasını almağa çalışacaqlar. Eyni zamanda növbəti mərhələ üçün hər iki komanda əlindən gələni edəcək. Onu da sizin nəzərinizə çatdırım ki, Türkiyə komandasının kapitanı Hakan Çalxanoğlu cəza səbəbindən bu oyunu buraxacaq. Sizcə Arda Gülərli Türkiyə yoxsa Sabit Cerli Avstriya qalib gələcək? Fikirlərinizi şərhlər bölümündə yazın. Mən isə digər xəbərlərə keçid alım. Sumqayıtla oyun öncəsi Fehrivarda ayrılıq. Sumqayıtın konferans liqasındakı rəqibi Fehrivarda ayrılıq baş verib. Müdafiəçi Bonse Gergeni komandanı tərk edib. Tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. 26 yaşlı futbolçu karyerasını UİPEŞ-də davam etdirəcək. Qeyd edək ki, Gergeni 2023-2024 mövsümündə Macaristan çempionatında 25, kubokunda isə bir oyunda forma geyinib. Sabahda növbəti ayrılıq baş tutub. 2024-2025 mövsümünə hazırlıqlarını davam etdirən Sabah müdafiəçi Marion Hadudi ilə yolları ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərakeşli futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Qarabağ Kadidən əlini üzdümü? Əslində bu mövzuda danışmayacağım demişdim, lakin Qarabağ komandasının mətbuat xidmətindən rəsmi açıqlama var deyə bunu izləyicilərimə çatdırmaq istədim. Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev bildirib ki, köhnə atların sırasında zədəli futbolçu yoxdur. Gürcüstan millisi ilə Almaniyada keçirilən Avropa çempionatına yollanan Luka Quqaşaşvilini nəzərə almasaq, komanda tam heyətlə çalışır. Qurban Qurbanovun komandası bugün yalnız axşam məşqi ilə kifayətlənəcək. Yeni transferlərə gəlincə, 2023-cü ilin qışında Krasnodara satılan Kadinin geri qaytarılması ilə bağlı danışıqlar davam etdirilir. Onun Azərbaycan təmsilçisinə dönəcəyi indilik dəqiqləşməsə də, bu ay Qarabağa qoşulmaq ehtimalı qüvvədədir. Turan Tovuz yeni transfer reallaşdırıb. Qərb təmsilçisi Azərbaycan futbol ictimaiyyətinin yaxşı tanıdığı futbolçu ilə güclənib. Son olaraq Sabahın şərəfini qoruyan Cristian da Silva bölgə klubunun şərəfini qoruyacaq. Braziliyalı futbolçu ilə 1+1 şərti ilə 2 illik müqavilə bağlanılıb. Yarım müdafiəçi karyerası ərzində Braziliyada Tuna Luso, Goituba, Anapolis, Kiprdə Apoel, Rumuniyada CFR, Portugaliyada Nacional, Paços de Ferreira, Feirense, Casapia, Coimbra klublarında forma geyinib. Növbəti mövsümə hazırlaşan Zirə yeni futbolçu ilə anlaşıb. Klubun mətbuat xidmətinə istinadən xəbər verilir ki, Norveçin Jerv klubundan Ange Mutsinzi transfer edilib. Ruandalı yarım müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. 26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin Muhanga, Royan Sport, Portuqaliyanın Trafense klublarında çıxış edib. O Ruanda millisinin heyətində 16 matça çıxıb. Mövsümün sonunda karyerasını başa vuran Qarabağın artıq keçmiş kapitanı Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərəcək. Məlumata görə artıq veteran futbolçunun iş yeri də müəyyənləşib. O Qarabağın futbol akademiyasında çalışacaq. Maksim Ağdam təmsilçisinin 14 yaşlardan ibarət komandasında köməkçi məşqçi olacaq. Belə ki, millinin sabiq üzvü 14 yaşlardan ibarət komandanın baş məşqçisi Samir Musayevə yardım edəcək. Qarabağ yeni mövsüm üçün formalarını təqdim edib. Ağdam klubunun mətbuat xidməti bu barədə məlumat yayıb. Azərbaycan
Azərbaycan çempionunun ev səfər forması ənənəvi qara və ağ rəngdədir. Alternativ 3-cü forma isə ağ və mavi rənglərdən ibarətdir. Neftçi ilə Renat Dadaşov arasında gedən danışıqlar dalana dirənib. Müqavilə ilə Qraşoperə məxsus olan hücumçu Bakılıların dəvətini qəbul etməyib. Tərəflər arasında fikir ayrılığı maliyyə şərtlərində yaranıb. Millimizin hücumçusu ağ-qaralardan çox pul istəyib. Söhbət illik olaraq təqribən 700 min dollara yaxın vəsaitdən gedir. Paytaxt təmsilçisi isə bu qədər məbləğin yarısını ödəməyə hazırdır. Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə Hataysporda çıxış edib. O Superliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 maçda 6 qolla yadda qalıb. Maraq üçün bildirək ki, Dadaşov Azərbaycan millisində keçirdiyi 30 oyunda cəmi 3 qolla fərqlənə bilib. Neftçi Barselona məktəbinin yetirməsi Malaqanın sabiq forvardı üçün danışıqlara başladı. Neftçi transfer çalışmalarını davam etdirir. Baş məşqçi Roman Qriqorçukun heyətdə görmək istədiyi və hazırda danışıqların aparıldığı legionerlərdən birinin adı bizə də məlum olub. Bu Sekou Gassamadır. O İspaniya nəhəngi Barselonanın akademiyasında futbolun sirlərini öyrənməyə başlayıb. 2007-ci ildə buradan ayrılıb və 2023-cü ilə kimi İspaniyanın müxtəlif klublarında top qovub. Onların arasında Malaga, Racing, Almeria, Valencia B, Valladolid B kollektivləri yer alıb. 29 yaşlı forvard ötən ilin yayında Kiprin Anorthosis klubuna keçib. Burada son mövsüm keçirdiyi 28 maçda 9 qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb. Sekou Senegalın 20 yaşlardan ibarət milli komandasında çıxış edib. Hazırda azad agenti olan Afrikalının ağ-qaralara keçmək şansı yüksəkdir. Azərbaycanı Çempionlar Liqasında təmsil edən Qarabağ komandası Avropaya yol düşür. Düzdür, Qarabağın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan Hamrunsport və Lincoln komandalarının qarşılaşmasından sonra bəlli olacaq. Yəni ayın 17-sində. Amma Qarabağ komandası buna qədər iki daha güclü komanda ilə yoldaşlıq görüşü keçirəcək. Bunlardan biri Qarabağ komandasını 2 dəfə Çempionlar Liqasından kənarlaşdıran Çexiya təmsilçisi Viktoria Pilsendir. Digəri isə Almaniya 2-ci liqasının təmsilçisi Kaiserslautern komandasıdır. Qarabağ bu ayın 5-dən 17-sinə qədər Avstriyada təlim məşq toplanışında olacaq. Bu oyunlar da həmin təlim məşq toplanışı çərçivəsində keçiriləcək. Amma buna qədər, yəni Qarabağ Azərbaycanı tərk etməmiş, Azərbaycanda da bir maç başlayacaq və bu Zirə komandası ilə olacaq. Düzdür, Qarabağın yoldaşlıq görüşü keçirəcəyi Viktoria Pilsen və Kaiserslautern kifayət qədər güclü komandadır. Amma Qarabağ komandası belə güclü komandalarla qarşılaşmalıdır ki, Çempionlar Liqasının növbəti mərhələlərində daha güclü rəqiblərə qarşı layiqli mübarizə apara bilsin. İndi isə Qarabağın keçirəcəyi oyunlar, rəqiblər və rəqiblər barəsində bəzi məlumatları çatdıracağıq. Sona qədər videonu izləməyi tövsiyə edirəm. Əvvəlcə Qarabağın ilk rəqibi Zirə komandası haqqında bir neçə kəlmə. Yəqin ki, Qarabağ komandası sabah Azərsun Arenada Zirə komandasını qonaq edəcək. Oyunun saatı və yeri hələ ki mətbuata məlum deyil. Sizcə Azərbaycan çempionu və vitse-çempionunun bu dəfəki duelində hansı komanda qalib gələcək? Fikirlərinizi şərhlər bölümündə yazın. İndi isə keçək Avropadakı rəqiblərimizə. Qarabağ komandası bir qədər öncə qeyd etdiyimiz kimi ayın 5-dən 17-sinə qədər Avstriyada təlim məşq toplanışında olacaq. Burada bir neçə oyun keçirməyi də planlaşdırır. Bunlardan ikisi artıq dəqiqdir. Ayın 9-unda Kaiserslautern və daha sonra Viktoria Pilsen komandaları ilə qarşı-qarşıya gələcək. Bir dəfə Çexiya kubokunu, 6 dəfə Çexiya çempionluğunu əldə etmiş Viktoria Pilsen Qarabağ üçün kifayət qədər çətin rəqibdir. Komandanın ümumi transfer dəyəri hal-hazırda 42 milyondan yuxarıdır. Komandanın ən bahalı futbolçusu yarım müdafiəçi Paveldir. 6 milyon avro qiymətində dəyərləndirilir. Qarabağ rəsmi oyunlarda Viktoria Pilsen ilə 4 dəfə qarşılaşıb və 4 oyunda Çempionlar Liqasının təsnifat mərhələsində başlayıb. 2016-cı ildə Çexiyada 0-0-lıq bərabərlik əldə olunub. Bakıda isə 1-1-lik bərabərliklə səfər qolu ilə Viktoria Pilsen növbəti mərhələyə yüksəlib. Qarabağ Çempionlar Liqasından Avropa Liqasına yuvarlanıb. 2022-2023 mövsümündə də Qarabağ eyni taleyi yaşayıb. Bu dəfə də son nəticədə sevinən tərəf Viktoria Pilsen olub. İlk oyunda 1-1-lik bərabərlik qeydə alınsa da, cavab görüşündə Viktoria Pilsen 2-1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Sizcə, qisas almağın vaxtı deyilmi? Bu dəfə Qarabağ komandası Viktoria Pilseni məğlub edə bilərmi? Fikirlərinizi şərhlər bölümündə qeyd edin. Onu da qeyd edim ki, oyun Bakı vaxtı ilə saat 20:00-da ayın 9-unda başlayacaq. Elə həmin gün Qarabağ komandası daha bir möhtəşəm rəqiblə qarşı-qarşıya gələcək. Bu Almaniya 2-ci Bundesliqasından Kaiserslautern komandasıdır və bu komandanın transfer dəyəri 19 milyon avroya bərabərdir. Nəzərinizə çatdırım ki, Qarabağın ümumi transfer dəyəri hal-hazırda 16 milyon avrodur.
Nə düşünürsünüz? Qarabağ Almaniya təmsilçisini məğlub edə biləcəkmi? Yoldaşlıq görüşlərini canlı yayımda sizlərə təqdim etməyə çalışacağıq. Kanalımıza abunə olub bildirişləri açıq tutsanız izləyə biləcəksiniz. Nəzərinizə bir daha çatdırım ki, Qarabağ komandası Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən start verəcək. Bu mərhələdə Hamrun Lincoln cütünün qalibi ilə qarşılaşacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları 23-24, cavab görüşləri isə 30-31 iyul tarixlərində keçiriləcək. Təmsilçimiz ilk matçından səfərdə çıxacaq. Qarabağın keçmiş futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub. O Türkiyənin Bandırma Spor klubu ilə müqavilə bağlayıb. Qarabağa böyük ümidlərlə transfer olunan futbolçu Qarabağda ümidləri doğrultmadı. Sizcə Türkiyə çempionatında uğurlu çıxış edə biləcəkmi? Fikirlərinizi şərhlər bölümündə yazın. Eyni zamanda videonu bəyənməklə bizə dəstəyinizi bildirə bilərsiniz. Kanala abunə olub bildirişləri açıq tutsanız, müxtəlif saytlarda xəbər axtarmağa ehtiyac qalmayacaq. Bütün xəbərləri bizdən alacaqsınız. Növbəti videoda görüşmək ümidi ilə sizlərlə sağollaşmazdan öncə bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Hələlik.